Dəfələrlə eyni problemi yaşayıram. McDonald's-dan sifariş edirəm. Ya soğanlı göndərirlər, ya kolanı göndərmirsiniz. Lakin çatdırılmaya pulu geri qaytarmırlar. Nə çatdırılma pulu geri qaytarır, nə bunun əvəzinə kompensasiya ödənilir. Mən isə otururam evdə, bax yarım saat oturdum, gözlədim. Mənə soğansız burgerə vermişəm 9-20 manat pul. Mənə göndərirsiz soğanlı burger, hansı ki bu həssas bir mövzudur. İnsanlar var soğana görə qaytarmaq, qusma xəstəliklərini yaradırsınız. Plus da ki mən anoreksiya ola bu əziyyəti çəkirəm. Amma sizə görə yeməkdən kəsildim. Nə qədər olar? Yəni məsuliyyətsizliyi kim cavabdeh duracaq arxasında? Hər dəfə McDonald's bu problemi yaradırsınız. Amma 1 manata görə siz o kompensasiya eləmirsiniz. Özünüz isə 1 manatı isə belə mənimsəyirsiniz.